Mənim oğlum olsa, mən onun atası olmayan bir qızı ala bilmərəm. Çünki mən elə ailəmdən, doğulduğum ailədə görmüşəm ki, evin kişisi kişi olmalıdır. Kişi xarakterli olmalıdır. Kişi tabeçiliyini anlamayan qadın heç vaxt heç kəsin oğlunu xoşbəxt edə bilməz. Videonun davamı var. Yəni bundan əlavə olaraq boş-boş və qanmaz və düşüncəsizcəsinə danışır. Yəni bir insan nə qədər qanmaz ola, bir insan nə qədər düşüncəsiz ola ki, belə sözlər deyə. Yəni ən azından heç olmasa orada bir-iki dənə istisna cümlə denəndə de ki, məsələn, atası müharibədə şəhid olan qızlar və yaxud atası tərəfindən atılan, gedən və anasının əziyyətlərindən böyüyən qızlar. Ya nə bilim, ümumiyyətlə də, yəni ən azından bir istisnalar dedi orada. Yəni ay düşüncəsiz insan hansı qız atasız böyümək istəyər? Heç mi dərk eləmirsən? Yəni mən səni burada kamera qarşısında söymədim. Amma elə bil ki, söydüm. Amma kamera arxasında ki, məhkəməlik olmayım. Sağ ol.